Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu günləri mən ağ gilas mürəbbəsini rəngi qaralmadan, kəhrəba rəngində, içi dolu, fərqli üsulla necə hazırlanır reseptini sizinlə bölüşəcəm. Əgər sizin üçün də maraqlıdırsa, videomu sona qədər izləyib, abunə olub bəyənməyi unutmayın. Hər birinizə öz təşəkkürümü bildirirəm. Mən ağ gilasları tərtəmiz 3 dəfə, 4 dəfə axar suyun içərisində yudum. Yuduqdan sonra saplağından ayırıb çəkisini bildim. Çəkidə 4 kiloqram 500 qram ağ gilas var idi. Ağ gilasların tumunu təmizləmək üçün xanımların istifadə etdiyi şpılka deyilən bir alət var, ondan istifadə etdim. Bunu da qeyd edim ki, mən gilas çıxardan alətimi tapa bilmədim. Vaxtımı çox almamaq üçün bu cür istifadə etdim. Çox gözəl də alındı. Kənarda bir leğen götürdüm. İçərisinə 4 litr su əlavə etdim. İçərisinə də çox miqdarda buz əlavə etdim. Bir böyük limonun yarısını kəsib, yarısını buzlu suyun içərisinə sıxdım. Bunu da etməyimin səbəbi odur ki, gilasların tumunu təmizləyənə qədər suyun içərisində, limonlu, buzlu suyun içərisində qaralmasın. Bu cür gilasların tumunu təmizləyənə kimi kənarda götürdüm mən 2 kiloqram şəkər tozu, bir dolu stəkanında su töküb, bir leğenin içərisində qazın az xodunda şəkəri, şərbəti əriməyə qoydum. Xanımlara bunu da qeyd edim ki, məndə 4 kiloqram gilas alındı, 4 kiloqram da şəkər tozu, bir stəkanda sudan istifadə etdim. Təmizlənmiş gilası şərbətin içərisinə tökəndən sonra kənarda saxladım 2 kiloqram şəkər tozunu da üzərinə səpdim, qazın altını açdım. Gür xodda, artıq şərbətimiz ərimişdi, gür xodda meyvəni bişirməyə başladım. Bu meyvənin də bir üsulu var ki, qazın altı yüksək olmalıdır ki, çünki suyu tez qurumalıdır. Az da kənarda üzərinin kəfini götürdüm. Sonunda yarım limon qalmışdı. Onu da doğradım, həmən gilasın içərisinə, mürəbbənin içərisinə əlavə etdim. Sonunda əgər görürsünüz mürəbbənin üzərində kəf varsa, mətbəx salfetkalarından tərtəmiz təmizləyə bilərsiniz. Artıq bizim mürəbbəmiz hazır olmuşdu. Bunu da xanımlara qeyd edim, artıq axşam idi mən bu mürəbbəni bişirəndə. Ola bilər çəkilişdə biraz rəngi tünd görünsün, amma çox gözəl kəhrəba rəngində sapsarı içi dolu mürəbbə alındı. Artıq mürəbbəmiz hazır olmuşdu. Göz haqqınızı halal edin. Allaha amanat olun. Allah hər kəsin evini ruzili, bol bərəkətli eləsin. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik yeni videomda görüşənədək.